Bunun arxasında çox uzun bir yol dayanır və o uzun yolda da çox insanlar dayanır. Bax, həmin insanlar hansı ki heç özləri də bilmədən mənim həyatımda rolları olubdu. Mən onlardan öyrənmişəm, mən onların təcrübələrindən bəhrələnmişəm və onlar məni təşviq eləyibdi. Bilmədən də Everestə getməyə. Bax, həmin insanlarla mən sizi görüşdürəcəm. Həmin insanlara birbaşa suallar verəcək. Çox maraqlı olacaq. Qulaq asın, görün onlar kimlərdir və necə mənə kömək ediblər. Heç özləri də bilmədən. Əslində biz qabaq desən ayrı-ayrı federasiyalardaydıq. Nəsə elə bir dənə bir şey yadıma gəlir. Mən Kaksikdə dırmanırdım, Climb Bakuda. Siz də nəsə sizdən imtahan götürdünüz, nəsə znaçok söhbəti var idi. Nəsə təltif etmə var idi. Hamı talpa ilə gəldi. Mən də qız görəndə həmişə sevinirdim. Çünki bizim komanda da klubda tək qız idim deyə. Qız görəndə elə bir gözümdə işıqlar açırdı ki, yenə qız, nə yaxşı qız. Çünki bizim dövrdə qız yox idi da bu idmanda. Orada mən deyəsən ilk dəfə səni görmüşdüm. Sonradan belə il 2012-yə 2013 dəqiq yadımda deyil. Amma nəsə o dövrlər idi. Znaçok verilmə ildirsə məncə 2016-17-də. Amma məsələn, bir səni harada görmüşəm? Qəbələdə, səmti müəyyən etmə yarışında, meşənin içində, hazırlıq dönəmində sən qaça-qaça gəldin, oturub dincəlirdik. Dedim ki, biraz baxdım, yarışa hazırıq məncə. Mən onda baxdım, onda dedim ki, bu qızın nə gözəl təbəssümü var. Bax onda, mən elə bilmirəm adını, kimdir, bilmirəm, hansı idmanla məşğulsan. Çünki mən özüm də ilk dəfə idi gedirdim, səmti müəyyən etməyə, mən də ümumiyyətlə işinə xəbərim yox idi. Hamıya belə baxırdım ki, bunlar kimdir, görsən bunlar hansı idmanla məşğul olurlar ki, bu yarışda iştirak edə bilirlər. Bax, orada vəssalam, səni tutdum, yəni yadımda qaldı, mən tanıyıram. Elə Pamir ekspedisiyasında bir komandadaydıq. Dedim, Qaqrazdakı tanışıq, lap da yaxından tanış olarıq. Bir də bilsən, mən səni harada görmüşəm, indi yadıma düşdü. Heydər Əliyev zirvəsinə gedəndə, orada sən bələdçi kimi idin, səhv eləmirəmsən. Bələdçi çox illər bələdçi kimi idin. Bax, orada qaçışdan da tanıyırdım deyə, dedim, burada da görsən bələdçi kimi. Mən səni dağda da görmüşəm, Heydər Əliyev zirvəsinə gedəndə. Amma ən uzun belə yolculuğumuz, ən uzun ekspedisiya. Bir palatkada qalırdıq. Bir palatkada qalırdıq. Axıra qədər. Mən deyim ki, həmişə yola çıxanda, adətən bizim sferada, biraz desəm, başqaları inciməsin, please. Yəni, savadlı adamla yol getməyə tamam başqa cürdür da. Düzvə demək kimi olmasın. Savadlı və, necə deyim, yaşı da biraz məndən az böyükdür deyə, baxırsan ki, həyat praktikası var. Və belə adamla yola getmək çox rahatdır və plus da baxıb nəsə də öyrənəcəyim bir şeylər də olur. Amma adətən həmişə öz yaşlılarına ya da məndən balacalarla gedirəm, onlarla da ki, tamam başqa cür olur. Amma mən deyim, Sima ilə yol çıxmaq mənim yaxşıdır, ilahi. Mən Simanı Pamirdə də tanıdım. Getmədən öncə bir şəhərdəyik, mən bilim nələrsə alırıq, yerləşik və s. Sonra dava gedirik. Mən bu qədər detallara fikir verən, detallı hazırlıq edən, kökündən hazırlıq edən ikinci bir dağçı rast gəlməmişim. Mən şokdaydım. Demək, biz otaqdaydı da yığırdıq hər şeyi, sonra rüfət gələcəkdi, baxacaqdı. Hər şey o qədər konkret, hər şey o qədər dəqiq, nədən nə qədər, hansı miqdarda. Bir də belə bir xasiyyəti var. Özünü çül götürür və əlavə ki, bu kimlərsə lazım olacaq. Özünə 2 dənə götürür, bu 3-ünü də əlavə qoyuram. Yəni, bilirsən ki, bunun bir çanta özünədirsə, bir çanta yanında başqalarına 100% var. Hətta şokoladına qədər, bazarlıq eləyəndə o dedi ki, rüfət dedi ki, orada hər şey var da, paketi daxildir, Pamir dağlarında. Bu da dedi, yox da elə şeylər var ki, mən onu istəyə bilərəm, amma birini alanda ikisini üçünü atırdı ki, bunu qrupa uşaqlara alıram. Mən bu qədər səliqəli, bu qədər konkret. Bir çadırda qalırıq, adam necə olur dağlarda, yorulursan da. Çıxırsan, gəlirsən, yorulursan da birinci yatmaq üstündə. Hər şeyi yerinə qoymayana qədər, hər şeyi sərgiyə salmayana qədər. Həstəlikdir var. Günün də istənilən vaxtı qaranlıqda əlini atıb istənilən yerdən istədiyini tapa bilirdi. Yəni bu qədər düzənli, bir qadın kimi həqiqətən qibtə ediləsi bir qadındır. Hədsiz səbirlidir. Mən çünki səbirsiz adam olduğuma görə mənə biraz o çətin gəlir, uzlaşmaq səbirli adamla, məsəl üçün. Mən məsəl üçün uzlaşa bilmirəm, özümdən asılı qaçıram qabağa. O da yaxşı şey deyil ha, sizə deyim. Çünki adi dağlarda hədsiz səbirli olmalısan ki, o deyir, pole, o balaca addımlarından gedəsən axıra kimi. Mən çox tələsirəm həmişə. O əslində minusdur dağ üçün. Həyatda deyə bilmərəm, amma dağ üçün minusdur. Yəni, o barədə mən çətinlik çəkirəm, amma yenə də uzlaşmağa çalışıram. O da mən necə uzlaşıram, onu da deyim. Bələdçi kimi işləmək insanda o səbri formalaşdırır. Çünki əgər sən bələdçisənsə, sənin qrupunda mütləq ki, bir dənə lap belə
zəif sürətli kimsə ola bilər də və sən onu atıb gedə bilməsən ki dağda. Ona görə onun tempinə uyğunlaşmalısan. Nə qədər də səbirsiz olsam, həmişə o şeyə çalışıram uzlaşım, amma belə ümumən yəni çətinlik çəkdiyim bir mövzu olmayıb. Belə bir-birimizə çox qəşəng başa düşmüşük. Və mən çox sevinirəm ki, həmin ekspedisiyada mən digər xanımla düşmədim. Çünki fikirləşə bilmirəm axırı nə ola bilərdi. Ümumiyyətlə yaxşı danışıq qabiliyyəti var, qəşəng diksiyası var. Öyrənmək deməzdim, amma baxıb həsəd apardığım dağçılardandır. Çünki hər adamda belə diksiya yoxdur. Hər adam öz fikrini düzgün şəkildə ifadə edə bilmir. Hər adam televiziya qarşısında, insanlar qarşısında motivasiya verici çıxışlar eləyə bilmir. Yəni adam var ki, çıxır, nailiyyəti də kifayət qədərdir, amma onu düzgün şəkildə göstərə bilmir. Yəni o qabiliyyəti təqdirə layiqdir və məncə çoxlarına örnəkdir. O xasiyyəti doğrudan yəni çox bəyənirəm. Və hətta bəzi mövzularda öyrənirik də, müəllimət də. Mesela biz ölənə kimi həmişə nəsə öyrənirik. Hamı başqasını düşünmək eyni zamanda. Hətta bizim dağ səfərlərimizin birində yaxşı müşahidə edir, baxır kimin nəyi var, kimin nəyi yoxdur. Gələndən sonra da həmişə təklif edir ki, mən sənə falan şey verəcəm. Yəni birbaşa deyir ki, verəcəm. Sözünün də üstündə durur. Görürsən ki, ürəyi açıq olmaq da hər ürəyə görə deyil. Sən özün bilirsən, mən o qədər bu şeydə yaxşı deyiləm. Mən də belədir. Adamın ehtiyacı var, adam mənə deyir, mən onu eləyirəm də. Amma Sima da elə deyil. Sima görürsən ki, baxır, göz qoyur və artıq deyir ki, mən düşünürəm ki, sənə bu çatışmır dağ üçün. Sən əziyyət çəkirsən, gəl mən sənə verim də bunu. Yəni baxmayaraq ki, mağazası var, demir ha, gəl məndən al, mən bunu sənə verim və oradan da eləyir. Ürəyi açıq olmağı hələ çox öyrənməliyəm, mən çox məşq etməliyəm. Nə bilim, böyle Pamir boyu elə nə qədər bizim maraqlı, gülməli xatirələrimiz olub. Bir deyil, iki deyil, ən çox da o şey Hindistanlılarla oxumağımız, oynamağımız, nə bilim, onlarla biz yəni heç darıxmırdıq. Ümumiyyətlə, yəni mənim nə bilim yaşıma görə o bəzi yaş kateqoriyası, bəlkə deyim yaşla da deyil. Elə adam var, adamı tutur, elə adam var, tutmur. Amma vəfa ilə, yəni bir də məndə bir xasiyyət var, incəkliyimi də bildirən adamım, yadımda. Onu da deyəcəydim, onu da deyəcəydim. Bir də bilsən nə xasiyyəti yaxşıdır. İndi dağlarda olanda elə çətin şəraitdə adamı daha çox görür də. Demək məsələn, kim nəsə incəkliyi var və ya kim nəsə alınmayıb da söhbət. Təbii olaraq da hamıda var. Şey deyil belə. Onu yamamır. Onu açıq şəkildə deyir ki, mən səndən falan şeyə görə, məsələn, ki, münasibətimiz yaxşı olubdur. Adamla da açıq şəkildə söhbət edir. Amma yaxşı cəhəti budur ki, ondan sonra davam eləyir. Davam eləyə bilir məsələ burasında. Məsələn, adam var ki, heç cür onu qəlbindən çıxarda bilmir və ömrünün axırına qədər onun kini saxlayır. Bir də o ürək açıqlıq məsələsində nəyə deyəcəm? Mən Pamirdə şeydə olanda, Nepala gedəndə, hələ bilmirdim də bu Everest məsələsi tam dəqiqləşməmişdi. Mənə görə də bu ürək açıqlığın ən pik nöqtəsidir. O bilir ki, necə bahalı dağdır, bilir ki, orada nələrə ehtiyac var. Onunla bərabər yenə də zəng edir ki, mən yəni buradayam, birdən sənin nəyisə ehtiyacın olsa, mənim nəyə gücüm çatsa onu eləyər. Və mən bilirdim ki, orada yəni onun deyilişindən də indi Sima da azdan çoxdan fazla. Bilirdim ki, deyirsə eləyər. Hətta lazım olsa onu tapacaq yerini bilmir, amma onu mütləq eləyəcəklər. Bax, belə bu çox böyük xüsusiyyətdir. Bu hər adamda yəni mümkün deyil də. Çünki onun üçün özünə güvənməlisən, özünə inanmalısan, öz gücünə inanmalısan ki, biləsən ki, sən bunu eləyə biləcəksən. Bax, bir də bu dəhşət bir xasiyyətdir. Bir də mən həmişə xanımların məsəl üçün uğura gedən yolunu görəndə deyirəm ki, yəni nə yaxşı ki, mənim də orada bir balaca qatqım olsa. Çünki bu yaşıma qədər o qədər qadınların sıxışdırıldığını, təəssüflər olsun ki, görmüşəm. O qədər qadınların qəbul olunmağında problemlərlə üzləşmişəm və görəndə hansısa xanım doğrudan yəni tam səmimi sözümdür. Yəni istərsən ol, istər lap Elmira olsun, fərq eləmir. Xanımların uğuruna mən doğrudan içdən sevinirəm. Bilmirəm nə qədər səmimiyyətlə inanarsınız və bu vaxta qədər də məsəl üçün bəylərə tutaq ki, nədəsə bəlkə də endirim eləməyə bilərəm, amma xanım gələndə deyəndə ki, məsəl üçün buna gücüm çatmır, mən deyirəm yox, sən getməlisən, sən qadınsan. Yəni mənim xanımlara həmişə bir başqa, yəni bir münasibətim olub. Sırf ona görə ki, ölkəmizdə biraz qadınlara belə dırnaq arası yanaşılır da. Yəni onların o özlərini sübut eləməyi, yəni mən qadın olaraq dəstək olursan. Hə, yəni maksimum bacardığım qədər, maksimum. Yəni sənin yerində
başqası olsun, yəni ona dəyər əlimdən gəldiyi qədər. Düzdür, biraz o münasibətlərə də fikir verərəm. Məsəl üçün eləsi var, heç bir atnaşənim yoxdur. Gəlsin məndən istəsin, yenə də onu biraz göz gəzdirəcəm, çalışacağam maksimum bacardığım qədər. Amma yenə də yəni əlimdən gələn qədər eləyirəm. Biz əslində Pamirdə olanda danışmışdıq bu barədə. Demişdim ki, mənim belə bir planım var. Əslində mənim sponsorum da var idi. Prosta həmin sən gedən lise yadındasa mən də danışmışdım. Prosta nəsə mənim səhhətimdə biraz problem, biraz uşağın səhhətində nəsə alınmadı. Sonra da söhbət qaldı. Çünki bizdə sənəd imza söhbətinə keçməmişdi də, yəni prosta şifahi idi. Və o deyəndə ki, getməyə alınır, mən dedim, "Nə yaxşı, alınırsa get." Mən ondan əvvəlki desən Islanda getdim. Onda danışmışdım səndən. Ondan sonra mən Nepalda görəndə Vəfanı dedim, yəni getmisənsə, alınırsa, yəni imkan varsa, sponsor varsa çıx. Olmasa, heç olmasa Islanda get də. Yəni getmişkən boş qayıtma. Hə, yəni orada görəndə doğrudan yəni sevindim. Ondan sonra biləndə deyəsən ya sənin səhifəndə ya Valentin paylaşmışdı, dəqiq yadımda deyil. Görəndə ki, yola düşürsüz, dedim, hə, demək bu maddi tərəfi həll olub. Yəni tam açıq, səmimi sözümdür. Yəni sevindim, dedim kaş ki, yəni getsin, əli boş qayıtmasın. Çünki bu vaxta kimi bəylərimizdən olub İsmail bəy deyəsən 2 dəfə gedib alınmayıb, gəlib, heç düzü işıqlandırmayıblar da elə də. Və deyirdim ki, kaş alınsın da. Yəni necə deyim, 2 qat sevinirəm xanımların uğuruna. Nəinki bəylərin deməyim, amma bəylər onsuz yəni uğura imza atmaqları ölkəmizdə bəylər üçün biraz daha rahatdır da, nəinki xanımlar üçün. Ona görə yəni o sualınıza ki, sevindiniz. Hə, yəni inanırdım çıxacağına. Çünki dediyim kimi həm səbirli adamdır, həm də yadımdadır sənin o Elbrus sərgüzəştin, sən sığortasız oranı necə keçmisən. Dedim bu gedəcək, yəni əsas odur bir dənə o meydan olsun ki, bu getsin. Eynən. Adamların üstündən necə sığortasız keçir, hansı ki o yerində, yəni sığortası olmalı idi da keçməyə. Çox dik yer idi. Yəni orada bir dənə ən xırda səhv, yəni hə, ölüm bahasına ola bilərdi. Allah qoruyub. Ona ümumiyyətlə belə Sirfan da şok oldu. Sina işdən də şok oldu. Amma mən şok oldum ki, heç mən ümumiyyətlə onu bilmirdim. Mən elə bilirdim ki, cəmaət prosta onu taxıbdı nə üçünsə, amma nə üçün? Mən oranı keçirəm, mən başa düşürəm ki, burada bu vacibdir də. Cəmaət də yerə uzanıbdı. Mən də belə ayağımı deyirəm ki, heç olmasa icazə verin mən keçim. Onların üstündən keçirəm və sonra Sirfan görəndə ki, məndə sığorta yoxdur, görür, mən başa düşdüm ki, Neyləmişəm. Özü də həmin ərəfədə qrupda yaxşı olmayanlar çox idi, ona görə Rüfət onlarla qalmışdı ki, onlar da qalmasınlar. Mən zirvəyə getmişdim və bilməyə özüm sadəcə olaraq kimlərinsə arxasınca gedirəm. Bax, orada dinləndən sonra dedim ki, ayda bu nə idi, mən neynəmişəm də. Halbuki ora çox belə dik idi də, mən də onu deyirəm. Yəni bir damcı ayağını sürsən, gedirsən, yoxsan. Şansın yoxdur ki, gedib hardasa özünü tutasan. Anadır. İki gözəl qızı var. Balacasını da tez-tezə görürəm. Vəbşə də o şirindir. İlk növbədə hamımızın onsuz birinci missiyamız anadır. Hamımız anayıq. İkinci Azərbaycan qadınıdır, fəxr olunası xanımdır. Ona görə ayrı bir respekt. Yəni o boyda nailiyyətlər. Üçüncü də yəni dağ yoldaşımdır, alpinist yoldaşımdır. Yol yoldaşı olmuşuq. Yəni nə deyim? Gözəl insandır. Biz həmişə mehriban da olmamışıq. Yəni yadındadır. O belə yəni bir-birimizə zidd gələn sözlərimiz də olub, amma o demək deyil ki, sən nədəsə dəstək olmamalısan və yaxud da nə bilim içində saxlamalısan. Mən bir elə doğrudan da o xasiyyətim var. Sözüm olduqca deyirəm. Bəzilərinə nə bilim acı dil kimi də bəlkə başa düşürlər, amma niyyətim acı dillik deyil. Sadəcə həmin dəqiqə, həmin yerdə o məsələni həll eləməkdir ki, sonradan davam eləyə bilim. Hər bir insanın bizim həyatımıza qatqısı var. Bu söhbətin adı elə bilirsiniz ki, mən Everestə tek başına çıxmışam. Everestə qaldıran adamlardır. Everestə gedən yolda tanıdığım adamlardan biridir Sima. Sima Azərbaycan dağçılığında, mən yenə deyirəm də, yəni qadın yox idi. Mən Simanı tanıyırdım ki, Sima və yaxud da ki, səbti müəyyən etmədə və yaxud da ki, qaçışda, hər yerdə görülür. Qız az idi və ən görünən simalardan biri idi. Ona görə öyrənməsi çox şeylər vardı. Ona görə yəni deyirsən dəstək olmaq, örnək olmaq, bilərəkdən və yaxud da bilməyərəkdən. Sən çox şey mən sənə deyirəm, amma o qədər bilməyərəkdən, heç özüm də fərqində olmadım, amma səndən görüb götürdüyüm dağ yolunda mənə kömək edən xüsusiyyətlər çoxdur. Yəni belə. Məni Everestə qaldıranlardan biri də buyurun. Mən də çox şadam ki, tanımışam Vəfanı.
Plus da yəni belə bir uğura imza atıb. Bir də fürsətdən istifadə edib medal barəsində səni təbrik edirəm. Çox sağ ol. Yəni uğurların bol O da olsun. mənim üçün sürprizdir. Həqiqətən mənim üçün Yəni- sürprizdir. Gözləyirdim. Bilirdim ki, bu belə diqqətsiz qalmayacaq da. Hər halda Azərbaycanın uğurunda Bəli. məni kənara çıxsın. Amma belə bir şey bilmirdim də yəni. Amma mən də sevinirəm. Çox gözəl Sən bilirdin. nailiyyət. Bilirdim amma demirdim. Hə,